Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bugün səhər saatlarında Gədəbəy rayonunun Kələman kəndində quldurluq hadisəsi baş verdi. Xəbər verilir ki, saat 06 radələrində naməlum şəxs və şəxslər kənddə tənha yaşayan 1951-ci il təvəllüdlü Zeynəb Nağıyevanın evinə daxil olublar. Qadının başına un kisəsi keçirərək ona küt alətlə zərbələr endirilib və evdəki pulların yerini deməsi tələb edilib. Nağıyevə məxsus 6000 manat və pensiya kartından çıxardığı məbləğ götürülüb. Kənd sakinləri 74 yaşlı qadını əl-ayağı bağlı başına kisə keçirilmiş formada aşkar edərək hüquq mühafizə orqanlarına məlumat veriblər. Onurğa sümüyünün və qabarğalarının sınığı, kəllə beyin travmaları alan ahıl qadın Gəncəki xəstəxanaya aparılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun inspektoru polis kapitanı Eşkin Qasımov bildirib ki, hadisə ilə bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. Qeyd edək ki, Nağıyevanın müharibə veteranı olan oğlu vəfat edəndən sonra o tənha yaşayırmış.